Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Selamun aleyküm, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Vilayətin aynası verilişində hər birinizi xoş gördük. Yenə də həmişəki verilişdə olduğu kimi bu verilişdə də Qədiriyyə ziyarətnaməsindən bir hissəsini dinləyək, qulaq asaq, ondan sonra həmin hissəni oxuyub, tərcümə edib və qısa izahını siz əzizlərin nəzərinə çatdıracağam. Buyurun. ما وعدت وأشهد أنك ما اتقيت ضارعا ولا أمسكت عن حقك جازعا ولا أحجمت عن مجاهدة غاصبيك ناكلا ولا أظهرت الرضا بخلاف ما يرضي الله مداهنا ولا وهنت لما أصابك في سبيل الله ولا ضعفت ولا استكنت عن طلب حقك مراقبا معاذ الله أن تكون كذلك بل إذ ظلمت احتسبت ربك وفوضت إليك أمرك وذكرتهم فما ادكروا وعظتهم فما اتعظوا وخوفتهم الله فما تخوفوا وأشهد أنك يا أمير المؤمنين جاهدت في الله حق جهاده حتى دعاك الله إلى جواره وقبضك إليه باختياره وألزم أعداءك الحجة بقتلهم إياك لتكون الحجة لك عليهم مع ما لك من الحجج البالغة على جميع خلقه. السلام عليك يا أمير المؤمنين عبدت الله مخلصا وجاهدت في الله صابرا وجدت بنفسك محتسبا وعملت بكتابه واتبعت سنة نبيه وأقمت الصلاة وآتيت الزكاة وأمرت بالمعروف ونهيت عن المنكر ما استطعت مبتغيا ما عند الله راغبا فيما وعد الله لا تحفل بالنوائب ولا تهن عند الشدائد ولا تحجم عن محارب أفك من نسب غير ذلك إليك فافترى باطلا عليك وأولى لمن عند عنك لقد جاهدت في الله حق الجهاد وصبرت على العثى صبر احتساب وأنت أول من آمن بالله وصلى له وجاهد وأبدى صفحته في دار الشرك والأرض مشحونة ضلالة والشيطان يعبد جهرا وأشهد أنك ما اتقيت ضارئا ولا أمسكت عن حقك جازئا ولا أحجمت عن مجاهدة آسيك ناقلا. Ziyarətnamənin bu hissəsində İmam Hadi əleyhissalam Əli əleyhissalama xitab edərək həqiqətdə Peyğəmbərdən sonraki Əli əleyhissalamın haqqın əlindən aldılar, vilayəti, imaməti əlbəttə zahirdə qəsb elədilər. İmam Hadi əleyhissalam buyurur ki, ya əmir əl-müminin, mən şəhadət verirəm, sən ki burada gözlədin, zahirdə sukut elədin və qılıncla, xəncərlə öz haqqını tələb etmədin, bunların hamısı sənin acizliyindən deyildi. Bunların hamısında ilahi bir hikmət var idi. Bu Peyğəmbərin göstərişi idi. Əlbəttə,
alimlərimiz izah ediblər, bu tarixi bir inkar olunmayan faktdır ki, Əli əleyhissalam öz haqqını tələb elədi. Nə mənada tələb elədi? Onlarla getdi, söhbət elədi, Qədirxumu onların yadına saldı. Peyğəmbərin bu Qədirxum hadisəsindən neçə gün keçib məgər siz bunu unutdunuz? Əli əleyhissalam bu formada haqqını tələb elədi. Hətta gecələr xanım Fatimə Zəhra salamullah əleyha ilə birlikdə Mədinə ənsarların evinə gedərdi. Hamısı da etiraf edərdi. Amma təəssüflər olsun, kömək məqamında Əli əleyhissalamı tək qoydular. Hətta bir bənzətmə vardı. Elə bilirəm, elə Qədiriyyə ziyarətnaməsində də səhv eləməsəm işarə olunur. Burada Əmir əl-Mömin Əli əleyhissalamı bənzədir Haruna. Necə ki, Musa əleyhissalam Harunu qoydu öz qövmünün tayfasının arasında, getdi Tur dağına. 30 gün ona deyilmişdi. Allah Teala 10 gün əlavə elədi. Bu özü də bir imtahan idi. Deyir ki, mənim qövmüm məni necə də tək qoydular. Məni zəif hesab etdilər. Mənim imkanım olsaydı, mən onların qarşısını alardım. Əli əleyhissalam da həqiqətən tək qaldı. Bəli, əgər möcüzə ilə etsəydi, nə bilim, ilahi qüdrətlə istəsəydi, insanların ixtiyarı ilə, təklifi ilə ziddiyyəti var idi. Amma Əli əleyhissalam zahirdə tək qaldı. Bu baxımdan xəncər əlinə götürüb öz vilayət və imamət haqqını tələb eləmədi. Burada İmam Hadi əleyhissalam belə şəhadət verir ki, sən ki, geri çəkildin, öz haqqını tələb eləməkdən, zahirdə bu sənin acizliyin deyildi. Və la əhcəmdə ən mücahədədə asikə nakilən. Həqiqətən sən bunu ki, sənə isyan elədilər. İsyan burada, yəni sənin sözünə baxmadılar. Sən getdin, ənsarı başa saldın. Onlar iqrar elədilər, etiraf elədilər. Amma bunlar səni tək qoydular. Sənin sözünə baxmadılar. Həqiqətdə bunun da problemi onların özünə qayıdır. Ya əmir əl-müminin. Və la əzhərtər riza bi xilafi ma yərdəllə mudahinən. Ya əmir əl-müminin, sən elə şeyi izhar etmədin ki, Allahın razılığının ziddini ola. Yəni, sənin attığın bu addım ki, 25 il xanənişin oldun, evdə oturdun, xilafəti əlindən, zahiri xilafəti sənin əlindən aldılar. Həqiqətdə İmam Əli əleyhissalam özü buyurur Nəhcül Bəlağənin 3-cü xütbəsində, Şikşikiyyə xütbəsində elə bir halda səbir etdi ki, sanki gözündə qum dənəsi qalıb və boğazında sümük. Yəni çətinlik idi, amma Allahın razılığı onda idi. Bu Allahın hökmü onda idi. Allahın razılığının əksinə heç bir kəlmə demədin və heç bir addım atmadın. Və la vəhəndə lima əsabəqə fi səbilillah. Bunlar hamısı Allah yolunda idi. Allah yolundakı bu qədər sənə müsibət üz verdi, bunların heç birində sən süslük eləmədin, möhkəm dayandın. Və la zəuftə və ləskəntə ən tələbi həqqikə muraqibə. Sən zəiflik göstərmədin, öz haqqını tələb eləməkdə heç bir süslük və tənbəllik etmədin. Məazəllah ən yəkunə kəzalik. Allaha pənah barıram, ya əmir əl-müminin, səndə belə şeylər olsun. Sən süslük eləyəsən, acizlik eləyəsən, Allahın razılığının əksinə nəsə bir söz demiş olasan. Məazəllah, belə deyil. Sadəcə olaraq mən bu qəlbimin sözünü deyirəm. Bəl iz zulimtə fəhtəsəbtə rəbbəkə. Bəlkə vaxtı ki, sənə zülm olundu. Zülm nə mənada? Yəni, sən haqqı əlindən aldılar, sən Rəbbin üçün səbr elədin. Və fəvvəztə ileyhi əmrək, öz işlərini təfviz elədin Allaha. Ufəvvizə əmri ilallah, gözəl dualardan biridir ki, insan öz işlərinin hamısını tapşırır Allaha. Və zəkkərtə, sən xatırlatdın, işarə elədim o, Əli əleyhissalam özü tələb elədi, xanım Zəhra salamullah əleyha ilə gedirdi ənsarın evində və zəkkərtə, İmam Hadi əleyhissalam, ya əmir əl-müminin, sən təzəkkür verdin, xatırlatdın onlara, amma fəma zəkəru. Onlar təəssüflər olsun ki, xatırlamadılar. Bəlkə bunu belə məna etsək daha da yaxşı olar. Fəma zəkəru, yəni xatırlamaq istəmədilər. Mümkün deyildi xatırlamasınlar. Üzərindən 2-3 ay keçməmişdi. Xatırlamaq istəmədilər. Və vəəzdə fəməttəəzu. Muizə elədin onları, onları nəsihət elədin. Amma onlar nəsihəti eşitmədilər. Və xəffəftəhumullah fəma təxəffəfü. Onları Allahdan qorxuzdun. Dedin ki, Allahdan qorxun. Peyğəmbər beyət aldı sizdən mənim imamət və vilayətim üçün. Allahdan qorxuzdun onları, amma onlar təəssüflər olsun ki, qorxmadılar.
Və əşhədü ennəkə ya əmirəl müminin. Şəhadət verirəm sənə, ey əmirəl müminin. Ennəkə cahəddə fillahi haqqə cihadih. O cürə ki, lazım idi, sən Allah yolunda cihad elədin. Əmirəl müminin əleyhissalamın cihadı, mən deyərdim ki, peyğəmbərliyə çatan gündən başladı. Əleyhissalam. Əlbəttə, cihad terminoloji baxımından ilk cihadı ki, Bədir döyüşü idi. Əleyhissalamın cihadda iştirak eləməyi məlumdur. Ühud döyüşündə hamı tərk elədi, əleyhissalam peyğəmbəri müdafiə elədi. Xəndək döyüşündə, Əhzab döyüşündə məlumdur, Əmr ibn Əbdəvdün müqabilində yeganə şəxsi ki dayandı, əleyhissalamdır. Ondan sonra Xeybər döyüşündə, Yahudilərlə döyüşdə əleyhissalam barəsində peyğəmbər buyurdu ki, sabah bu bayrağı elə bir şəxsə verəcəm ki, Allah və Rəsulu onu sevir. O da Allah və Rəsulunu sevir. O kim idi? O Əmirəl Mömin əleyhissalamdan başqa bir şəxs deyildi. Bu baxımdan İmam Hadi əleyhissalam buyurur ki, cəhəddə fillahi haqqə cihadi. O cihadın, yəni haqqını sən əda elədin Allah yolunda. Hətta dəakəllə ilə civarı. Yəni ölən günə qədər sən Allah yolunda cihad elədin. Hətta Siffeyn döyüşündə Muaviyyə ilə, Nəhrəvan döyüşündə Xəvariclə, Cəməl döyüşündə o əhdi sındıranlar, Zübeyrlərlə, Təlhələrlə, bunların hamısında sən cihad elədin, ta o vaxta qədər ki, Allah Taala səni öz tərəfinə dəvət elədi. Və qəbəzəkə ileyhi bi ixtiyari və nihayətdə sənin ruhu qəbz elədi öz ixtiyarı ilə. Amma və əlzəmə ədaəkə əl-huccə bi qətlihim iyyəkə. Onlar ki, səni öldürdülər, səni şəhid elədilər, Allah Taala sənin düşmənləri hüccəti tamam elədi. Burada bir nöqtəni işarə eləmək istəyirəm. Qədir gecələrində əməllərindən biri, əgər yadınızda olsa, əleyhissalamın qatillərinə lənət deməkdir. Əleyhissalamın qatili neçə nəfər idi məgər? Qatil İbn-i Mülcəm-i Muradi idi. Amma biz orada deyirik ki, Allahümmə ləən qətələtə əmirül. Qətələ qatillər deməkdir. Yəni, əleyhissalamın bu şəhid olmağında bir nəfərin rolu olmadı. Bütün o muaviyyətçimilər, təlhəkimlər, əleyhissalamın xilafətini qəsb eləyənlər, hətta Cəməl döyüşünün bünövrəsini qoyanlar, hansı ki, dəvə belində mindi, gəldi, əleyhissalamın müqabilində dayandı. Bunlar hamısı demək olar ki, əleyhissalamın qətlində şərikdilər. لِتَكُونَ لَكَ الْحُجَّ عَلَيْهِمْ. Bunların hamısında ya əmirəl müminin, sənin üçün hüccət var onların əleyhinə. Onlar sənin haqqını tapdıladılar, sənin haqqında zülm elədilər. Və əmmə ləkə minəl hüccəcil baligə əla cəmi. Bu bir növ hüccətdir, amma bunun kənarında onlarla, bəlkə yüzlərlə hüccət vardır ki, Peyğəmbərin dilindən. Peyğəmbər ilk risalətini elan eləyəndə əmirəl mümin əleyhissalamın vilayətini də elan elədi. Müxtəlif yerlərdə, müxtəlif fürsətlərdə ən böyükü Qədirxum idi, Qədirxum çölündə. Davamında yenə İmam Hadi əleyhissalama əmirəl müminin xitab edərək belə buyurur ki, Əssəlamü əleykə ya əmirəl müminin. Salam olsun sənə, ey möminlərin əmiri. Əbəddəllahə muxlisən. Allaha sən həqiqi bəndəçilik elədin, muxlisən. Və ma umiru, Allah Teala Quran-ı Kərimdə nə buyurur? Və ma umiru illa liyəbudullahə muxlisinə ləhuddin. Allah Teala bütün insanlar yalnız və yalnız buna əmr edib ki, Allaha bəndəçilik eləsinlər, ibadət eləsin, amma muxlisən ləhuddin, xalisanə şəkildə. Burada din itaət mənasındadır. Yəni bütün itaətlərin hamısında ixlaslı şəkildə. Burada İmam Hadi əleyhissalam barəsində əbəddəllaha muxlisən. Sən yeganə şəxsən ki, Allah Teala'ya ixlaslı şəkildə ibadət elədin. İxlasın da ən böyük mərhələsi bilirsiniz nədir? İbadət eləyəndə nə cənnətə tamah eləyəsən, nə cəhənnəmdən qorxasan. Bu əleyhissalamın öz kəlamıdır. İlahi, mən sənə ibadət etmədim ki, cənnətin tamahına, cənnəti ələ gətirmək üçün. İbadət etmədim cəhənnəmin qorxusundan. Bəlkə mən səni ibadətə layiq bilib ibadət elədim. Bu əmir kəlamıdır. Əmirül kəlam, kəlamul əmiri əmirül kəlam. Buyurur ki, və cahəddə fillahi, Allah yolunda cihad elədin. Yenə cihad məsələsini işarə edir. Amma sabiran, bütün bu çətinliklərin hamısının müqabilində səbr etdin. Və cuddə bi nəfsikə muhtəsibən. Sonda Allah yolunda sən canını verdin. Və əmiltə bi kitabi, Allahın kitabına əməl elədin.
İmam Hüseyn əleyhissalamın da kəlamlarında var. O Kərbəla yolunda o gözəl kəlamlarından biri budur ki, imam kimdir? İmamın bir neçə xüsusiyyəti var. Biri də budur ki, əl-amil bi kitabih. Onun ancaq və ancaq dediyi sözlər, etdiyi rəftarlar hamısı Allahın kitabı əsasında olsun. Həqiqi imam budur. İmam Hadi əleyhissalam da Əli əleyhissalam barəsində bu və əmildə bi kitabı və təbə'də sünnətə nəbiyyi və tabi oldun onun peyğəmbərinin sünnəsinə. İşarə edək o 6 nəfərlik şuraya. 6 nəfərlik şurada bəziləri Əli əleyhissalama dedilər ki, ya Əli, əgər sən desən ki, Qur'ana, peyğəmbərin sünnətinə və həmçinin o 2 şeyxin sünnətinə əməl etsən, sən ola bilər imam olasan Ömərdən sonra, 2 dənə xəlifədən sonra. Əli əleyhissalam buyurdu ki, mən əgər zahiri xilafət mənə gəlib çatsa, mən Allahın kitabı və peyğəmbərin sünnəsi əsasında əməl edəcəyəm. Əli əleyhissalam eləyə bilir, deyir, bəli, amma bunu etmədi. Niyə? Bunun sadə bir dəlili var idi. Əgər şeyxeynin sünnəti peyğəmbərin sünnəti ilə üst-üstə düşürdüsə, heç ehtiyac yoxdur. Onların sünnətin ayrı şəkildə biz qeyd eləyək. Əgər şeyxeynin sünnəti peyğəmbərin sünnəti ilə uyğun gəlmirsə, bu sünnətə əməl eləmək olar? Bunu Allaha nisbət vermək olar? Təbii ki, yox. Və əqəmtəs-salat. Ondan sonra bu bəzi məsələləri ya əmirəm, şəhadət verirəm, sən namazı iqamə elədin. Və atəytəz-zəkat, zəkat verdin. Ən gözəl zəkat rükû halında o verdiyi o zəkat idi. Və əmərtə bil-məruf və nəhəytə anil-münkər məstətətə. Bacardığın qədərində ya əmirəl-mömin, əmr bil-məruf nəhiyyəz-münkər elədin. Mubtəğiyən murzatə ma indəllah. Amma bütün bu etdiyin işlərin müqabilində yalnız və yalnız Allahın yanında olanın, Allahın o razılığını ələ gətirmək üçün idi. Rağibən fîmâ və ədəllah. Allahın vədə verdiyinə rəğbət və meyl edərək sən bunların hamısını həyata keçirdin. La təhfilu bin nəvaib və la təhinu indəş-şədaid. Bu bütün giriftarçılıqlar, bütün çətinliklər səni yormadı, səni süst eləmədi, səni tənbəl eləmədi. Bunlar, bu baxmayaraq çətinliklər var idi, giriftarçılıqlar var idi, amma sən öz vəzifənə əməl etməkdən çəkinmədin. Və la tuhcimu əm muharib. Müharibələrdən geri çəkilmədin. Əfikə mən nəsəbə qeyrə zalik. Mən ki bunları dedim, ya əmirəl-mömin sənin barəndə, hər kəs bundan başqalarını sənə nisbət versə, sənə iftiradır. Necə ki, bəziləri İbn-i Mülcəm barəsində nazil olan ayəni Əli əleyhissalama aid edirlər. Əli əleyhissalamın barəsindəki Bəqərə surəsinin 207-ci ayəsi nazil olub, onu İbn-i Mülcəmə nisbət verirlər. Hər kim belə etsə, böhtandır və iftiradır. Vəftərə batilən əleykə və övlalı mən ənədə ənkə. Hər kəs səndən uzaqlaşsa, vay olsun onun halına. Ləqəd cahəddə fillahi həqqəl cihad. Dəfələrlə təkrar edir. Ya əmirəl-mömin, sən Allah yolunda cihadın haqqını əda elədin. Və səbərdə ələl-əza, səbər ehtisabin. Bu yolda sən nə cürə lazımdır səbr elədin. Və əntə əvvəl mən amənə billah. Bu da qeyd olunmuşdur. Sən Peyğəmbərə Allaha ilk iman gətirənsən və səlləlahu və cahəd. Allaha ilk namaz qılansan və Allah yolunda ilk cihad edənsən və əbda səfhətəhu fi dar-ı şirk. Sən o şirk yerində, yəni Məkkə şəhərində, bütpərəslərin yanında sinəni irəli verdin, Peyğəmbəri müdafiə elədin. Vəl-ərdu məşhunə zəlalətən və şeytanu yu'bədu cəhrətən. Elə bir halda idi ki, o yer, yəni Məkkə şəhəri zəlalətlə dolmuşdu. Orada açıq-aşkara şeytana ibadət olunurdu. Biz ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Və sallallahu ala seyyidina Muhammed və alihi tahirin.